Axşamınız xeyirli olsun əziz və dəyərli izləyicilər. Birlik Liqası Romanı Qəsəbə şəhidi Cavid Caparzadənin əziz xatirəsinə əsr olunmuş futbol yarışında hər birinizi xoş gördük. Komandalar sizlərə təqdim etmək istəyirəm. Balaxanı və Nardaran təmsilçisi Xəzər Nardaran komandası. Hər iki komandaya vurdular. Top hal-hazırda Balaxanı komandasında Həsən. Qapıya zərbə. İş zərbə. Balaxanı komandasından. Davudun müdaxiləsi. Yan xəttdən Nardaran komandası. İntiqam. Ötürməsi intiqamın. Həsənova doğru ötürmə. Qısa ötürmələr. Top Nardaran komandasında, Xəzər Nardaran komandasında. Davud. Balaxanı komandasının kiperi. Davud. Qısa ötürmələr. Gözəl ötürmə Balaxanı komandası. Hücum cəhdi və top itkisi. İntiqam istiqamətinə ötürmə və sərt müdaxilə. Oyunun baş hakimi cərimə zərbəsi təyin edir. Nardaran təmsilçisi Xəzər komandası cərimə zərbəsini yerinə yetirməyə hazırlaşır. Canlı sərt təyin olmuş məsafəyə aparılır baş hakim tərəfindən. Topun arxasında Malik və İntiqam. Davud canlı səthi nəzarət edir. Balaxanı komandasının kiperi. İntiqam. Ötürmə yoxsa zərbə. Zərbə və canlı səth yerində. Mehdi istiqamətini ötürmə. Top Nardaran təmsilçisi Xəzər komandasında. Hüseyin divar ötürmələri. Yan xəttdən Xəzər komandası. Nardaran təmsilçisi top meydana daxil edir. Hər iki komandaya vururlar. Üçüncü tur çərçivəsində keçirilən oyun. Hüseynin ötürməsi. Malik ötürməsi. Malik. Həsənov, İntiqam. Top itkisi. Balaxanı komandası əks hücum. Çün zərbəsi ilə top meydana daxil edəcək. Müdafiədə anlaşılmazlıq. Balaxanı komandası korner. Ötürmə. Xəzər komandasına əks hücum cəhdi və cərimə zərbəsi. Yanılmıramsa. Oyunun baş hakimi Balaxanı komandasının cərimə zərbəsini yerinə yetirməsini göstərişi verir. Üçüncü tur çərçivəsində Birlik Liqası. Həsənin ötürməsi və qeyri-dəqiq. Anar. Mehdinin ötürməsi. Həsənov. İntiqam. Ötürmə uğursuz. Davud. Balaxanı komandası kifir. Davud. Həsən. Davuddan uzun ötürmə. Top meydanda. Oyun davam edir. Balaxanı komandası hücum cəhdi. Zərbə və kiperdən iki gözəl hərəkət. Kün zərbəsi. Balaxanı komandası kün zərbəsi top meydana daxil edir. Qapıya zərbə və gol! Hesab açılır. Hüseynin zərbəsi və maçda hesab açılır. Balaxanı 1, Xəzər Nardaran 0. Mərkəz vuruşu ilə top meydana daxil edir. Hüseynin ötürməsi. Hüseyin. Qarşılıqlı top itkiləri. Həsənin nəzarəti top meydanı tərk edir. Kiperə top yan xəttdən.
Əsəndən uzun ötürməyə top meydanda. Mübarizə davam edir. Top Ramanın komandasında. Həsən, Hüseyin. Hüseyin ötürməsi. Həsənov. Top Nardaran komandasına. Nardaran təmsilçisi. Həsən, Hüseyin, Mehdi, Hüseyin, İntiqam, qapıya zərbə, müdafiəçilərdən müdaxilə, Həsənin müdaxiləsi, Malik, korner, üçün zərbəsini Malik yerinə yetirir, ötürməsi, Kiper Davuddan müdaxilə, Hüseyin, ötürməsi, topa yetmək üçün olmadı, İntiqam, gözəl hərəkətlər, İntiqam, gözəl hərəkətlər və ötürməsi uğurlu alınır və üçün zərbəsi. Tərs toxunuş, Davud, Kiper, top. Davud uzun ötürmə, Hüseyin istiqamətində ötürmə uğursuz. Malik istiqamətində ötürmə, yan xəttdən Balaxanın komandası. Davud. Yan xəttdən Balaxan komandası. Həsən istiqamətini ötürməyə. Təkrar ötürməyə və Malikdən müdaxilə. Yan xəttdən. Həsən komanda yoldaşlarını axtarır. Ötürməsi. Komanda yoldaşlarını tapır. Qısa ötürmələr Balaxanın komandasından və Malikin müdaxiləsi. Ramanı kompleksi. Oyunlar Ramanı kompleksində, İdman kompleksində baş tutur. Malik, Hüseyin, Həsənov, top Nardaran komandasında. Təkrar Hüseyin. Diagonal ötürmə Hüseyindən və müdafiədən Malik. Həsən topu uzaqlaşdırır. Mehdi, uzun ötürməsi, Malik. Həsənova doğru ötürmə, top itkisi. Ramanın komandası, qapıya zərbə və gol! 2-0. Eminin zərbəsi və hesab 2-0 olur. Balaxanı 2, Nardaran təmsilçisi Xəzər 0. Xəzər komandasında oyuncu dəyişikliyi. Eminin zərbəsi və 2-0 hesabı ilə Balaxanın komandası üstünlüyü möhkəmlədir. Və cərimə zərbəsi. Hər iki komandanın oyuncularına xəbərdarlıq hakim tərəfindən. Balaxanı 2, Xəzər Nardaran 0. İlk hissə təqribi ilk hissənin ortalarına yaxınlaşır və cərimə zərbəsini İntiqam yerinə yetirəcək. Canlı sərt təyin olmuş məsafəyə çəkilir. Hakim isə onun işarəsini gözləməli olduqlarını bildirir. Topun arxasında İntiqamı görürük. İntiqam. Qapı istiqaməti zərbə və gol! Mükəmməl zərbə! Çox mükəmməl, çox baxımlı. Hesab arasındakı fərq azalır. Möhtəşəm zərbə. Qapıcı reaksiya belə verə bilmədi. Balaxanı 2, Xəzər Nardaran 1. Özünə qarşı təyin olunan cərimə zərbəsini mükəmməl şəkildə yerinə yetirdi İntiqam. Dəqiqələrdə biraz sakit, səbirli davam etmək lazımdır. Bəli.
Balaxanı 2, Xəzər Nardaran 1. Oyunumuzda temp yüksək səviyyədə. Hüseyin cərimə zərbəsini yerinə yetirir. Qapı istiqamətinə zərbə. Üzr istəyirəm. Həsənin zərbəsi geridə qalınır. Nardaran komandası hücum cəhdi. Rahim istiqamətində ötürmə. Topu yetişmək mümkün olmadı. Top Balaxanı komandasının kiperi Davudda. Davud ötürməsi Elçin. Davud. Ötürmədə səhv Malik. Qapı istiqamətində zərbə. İstənilən kimi alınmadı. Hüseynin müdaxiləsi. Hüseyin. Ötürməsi Elçin istiqamətində uğursuz. Rahim. Topa yetişmək mümkün olmadı. Rahimdən güclü pressing. Top Balaxanı komandasında. Həsənov topu qazanır. Həsənin ötürməsi isə Rahimin ötürməsi uğursuz alınır. Davuddan diagonal ötürmə. Elçin topa çata bilmir. Qapıdan zərbə ilə. Həsən topu qarşılayır. İntiqam, gözəl hərəkətlər və davam etmək mümkün olmadı. Top itkisi. İntiqamdan güclü pres təyin edilir. Elçin cərimə zərbəsini kiper. Balaxanı komandasının kiperi Davud yerinə yetirir. Diagonal ötürmə. Həmkarı Mehdidən toxunuş. Mübarizə davam edir. Elçin sona qədər mübarizə. Top qazanılır. Elçin. Elçin. Zərbəsi ötürmə. Həsən. Hüseyin. Ötürməsi və toxunmaq mümkün olmadı. Həzər. Diagonal ötürmə intiqam istiqamətində oyunun bu dəqiqələri çox gərgin və baxımlı şəkildə davam edir. Malik. İntiqam. İntiqam. Keçid uğurlu alınır. İntiqam. Top itkisi. Həsən. Ötürməsi. İntiqam, pres, Rahim, gərgin mübarizə izləyirik və cərimə zərbəsi. Komandalar biraz ehtiyatlı olsa yaxşı olar. Cərimə sayılar get-gedə artır. Mini futbol qaydalarına əsasən 6-cı cərimə zərbəsindən sonra qapılara penalti təyin olunur. Davud, uzun ötürmə, keçid uğursuz, reyd alınmadı. Sona qədər mübarizə yan xəttdən Xəzər komandası. Xəzər komandası Nardaran təmsilçisi Malik. Həsənov qarşılayır. Həsənov, Malik. Diagonal ötürmə. Həsən qarşılayır. Malik. Malik ötürməsi. Təkər ötürmə qeyridə qalınır. Davud top Balaxanı komandasının kiperində diagonal ötürmə həmkarı istiqamətinə Mehdi. Xəzər komandasının kiperi Mehdi. Qısa ötürmə. Ötürmədə səhv. Qapı istiqamətinə zərbə Mehdidən gözəl sev. Təkrar zərbə isə qeyridə qalınır. Balaxanı komandası 3-cü qola yaxın olsa da dəqiqliyi yetmədi. İlk cəhdə isə Mehdi uğurlu seyv etmişdi. İntiqam istiqamətə ötürmə. Top yetmir ona. Hüseyin gözəl hərəkətlər. Qapıya zərbə isə. Çox mükəmməl hərəkətlər. Çox baxımlı qol izləyə bilərdik. Keçid mükəmməl zərbə isə qeyri-dəqiq. Mehdi ötürməsi. Top Nardaran təmsilçisi Xəzər komandasında diagonal ötürmə. İntiqam istiqamətində gözəl ram edir. Akrobatik cəhd isə uğursuz alınır. Düşüncə gözəl, cəhd uğursuz. Kiperdən uzun ötürmə və burada sərt müdaxilə oynamaq lazımdır. Baş hakimin göstərişi belədir. Nə baş verir burada? Zədəli oyuncusu var. Ümid edək ki, zədəsi ciddi olmaz. Birlik Liqası Ramanlı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz xatirəsinə əsr olmuş futbol yarışında 3-cü tur çərçivəsində Balaxanı və Xəzər Nardaran komandalarının qarşılaşması fair play nümunəsi. Hər iki komanda uğurlar. Demək ki, Balaxanı və Xəzər Nardaran komandasının görüşü qara geyimdə, qara formada Balaxanı komandası, sarı futbol geyimində isə Xəzər Nardaran komandası və
2-1 hesabı ilə Balxan komandası qələbə qazanır. Hal-hazır top Xəzər komandasında. İntiqam istiqamətində gözəl ötürmə. Diagonal İntiqam. Zərbəsi və Davuddan gözəl sev. 2 gözəl hərəkət. Ötürmə. Topa toxunma mümkün olmadı. Əksizin cəhdi isə İntiqam vaxtında müdaxilə edir. İntiqam. Gözəl hərəkətlər İntiqam. Həsən onu qarşıladı. Hüseyin isə bu cəhdi uğursuz alınır. Davud. Diagonal ötürmə Elçin istiqamətində gözəl ram edir. Və Mehdi ötürməsi. Hüseyin. Top. Mehdi Nardaran komandasının kiperi. Diagonal ötürmə İntiqam istiqamətində. Topu ram etmək mümkün olmadı. Davud. Ötürmə Ağa istiqamətində. İstiqamətinə zərbə və 2 gözəl hərəkət. Yan kün zərbəsi ilə Elçin ötürməsi. Qapıya zərbə yenə Mehdidən gözəl sev. İntiqam. Əks-hücum Xəzər təmsilçisindən top itkisi. Sərt müdaxilə də var idi amma davam etmək lazımdır. Baş hakimin göstərişi. Burada isə daha bir sərt müdaxilə oyun davam edir. Hər iki oyuncu Əhsən bir-birlərinin əlini sıxıb mübarizəni davam etdirir. Hüseyin istiqamətini ötürmə. Hüseyin ötürməsi. Elçin. Ağa istiqamətini ötürmə. Top Balxan komandasında kiperə doğru. Davud istiqamətini ötürmə. Ağa. Ötürməsi. Və Mehdidən gözəl sev. Elçin istiqamətini ötürmə uğursuz. Təkrar zərbə isə istənilən kimi alınmalı. Balxanı 2, Xəzər Nardaran 1. Hüseyin diagonal ötürmə. Artıq bir neçə cəhdlə ki uğursuz alınır. Davud diagonal ötürmə və diqqətli olmaq lazım və Xəzər komandası Nardaran təmsilçisi qapçı vuruşda top meydana daxil edəcək. Oyunumuz baxımlı və gərgin mübarizə şəraitində davam edir. Hüseyini görürük biz topun arxasında. Kanal ötürmə. Rahim istiqamətində. Əli. Ağa. Təkrar ötürmə qeyri dəqiq. İntiqam istiqamətində. Top onun nəzarətində. Və top Xəzər komandasında. Ötürməsi. Həsənova doğru. Ötürmə. İntiqam. Blok gəlir. Malik. Malik. Həsən. Rahim. Gözəl hərəkətlər. İntiqamı tapır. İntiqam. Rahim. Gözəl gol izləyə bilərdik. Əli. Davud. Və ötürməsi uğurlu. Gözəl hərəkət. Qapı istiqamətində Elçinin zərbəsi və dirək. Hücum davam edir. Ağa. Malikdən gözəl müdaxilə. Təkrar zərbə. Gözəl toxunuş. Gözəl gol izləyə bilərdik. İlk cəhdi isə uğursuz alındı. Həsən. Ötürməsi İntiqam. Gözəl hərəkətlər. Həsən və İntiqam mübarizələri
gərgin şəraitdə davam edir hər iki oyuncu. Və burada isə cərimə zərbəsi təyin olunur oyun baş hakimi tərəfindən. Balaxanı 2, Xəzər Nardaran 1. 3-cü tur çərçivəsində. Birlik Liqası Ramanı Qəsəbə şəhidi Cavid Cəbbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol yarışında. Hakim oldu, qayda oldu qardaşlar. Selma. Qayda oldu, hakim. Nardaran təmsilçisi, Xəzər Nardaran komandası. Cərimə zərbəsini yerinə yetirəcək. Topun arxasında intiqamı görürük. Artıq bir dəfə cərimə zərbəsindən mükəmməl və baxımlı qola imza atmışdır. İmza atıb. Bəli. İntiqam yoxsa Davud? İntiqam zərbəsi! İkinci dəfə baxımlı qol izləyə bilərdik. Top torları yandan seçələr. Davud, Topalxan komandasında kiperdən uzun ötürmə, Elçin istiqamətinə. Həsən. Malik. Kanal ötürmə, intiqam istiqamətində. Davam etmək lazımdır. Mehdi, top birbaşa. Kiperə doğru Malik. Rahim. Həsənovun ötürməsi. Elçin, top uzaqlaşdırılır. Həsən. Ağa. Anar istiqamətini ötürmə. Elçin zərbəsi və Mehdidən gözəl seyv. Təkrar cəhd. Alınmadı, həmlə davam edir. Elçin. Yan xətdən. Alxan komandası top meydana daxil edəcək. Elçin ötürməsi. Anar. Elçin ötürməsi təkrar toxluysa alınmadı. Qapıdan zərbə. Birbaşa intiqam istiqamətini ötürmə Mehdidən. İntiqam gözəl kontrol. Topu gözəl ram edir. İntiqam. Komanda yoldaşları axtarır, ötürmə uğursuz. Həsən sonlarına yaxın temp yüksək səviyyədə. Anar. Qapı istiqamətində zərbə Mehdi. Yenə mükəmməlsiz. Və ilk hissəmiz bu epizodda da başa çatır. Az fasilədən sonra ikinci hissədən yayımımız davam edir. Bir daha hər vaxtınız xeyirli olsun. Əziz və dəyərli izləyicilər. Birlik Liqası Ramanı Qəsəbə şəhidi Cavid Cəbbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol yarışında hər birinizi xoş gördük. Demək 3-cü tur çərçivəsində. 3-cü turun oyunları çərçivəsində. Xəzər Nardaran və Balxan komandasının oyundan sizləri salamlayırıq ilk hissədən sonra. Balxan komandası 2-1 hesabı ilə qələbə qazanır. Hal-hazırda top Nardaran təmsilçisi Xəzər Nardaran komandasında intiqam. Ötürməsi Həsən. İntiqam. Ötürmə vursa alınır top Balxan komandasında. Anar ötürməsi. Qapı istiqamətində zərbə Mehdidən gözəl seyf. Elçin təkrar zərbə. Alınmadı. Və yan xətdən Xəzər komandası. Nardaran təmsilçisi top meydana daxil edir. İntiqam. Həsənovun ötürməsi. Həsən. Toxunuş uğursuz. Elçin istiqamətində ötürmə alınmadı. Gözəl hərəkətlər. Top Nardaran komandasında. Hücum həmlə davam edir. İntiqam. Hücumda çoxalmaq lazımdır. İntiqam. Cəhd. Hələ ki həmlə davam edir. İntiqam. Ötürmə. Düşüncə gözəl idi. Ötürmə uğursuz alındı. Yan xətdən. Nardaran təmsilçisi top meydana daxil edir. Həsənov. Hüseyin ötürməsi. Uğursuz. Gözəl hərəkətlər Yaşaddan. Həsən. Malik. Həsən. Ötürmə uğursuz. Malik zərbə və müdafiəçilərdən gözəl blok. Gözəl müdaxilə öz səhvini düzəldir. Davud. Top Balxan kiperində ötürməsi. Anar istiqamətinə uğursuz. Anar ötürməsi. Davud.
Diagonal ötürmə Davuddan. Nardaran təmsilçisi İntiqam. Top itkisi. Ata topu atsanıza. Həsən. Ötürmə uğursuz. Hüseyin topu uzaqlaşdırır. Yan xəttdən Balxan komandası top meydana daxil edir. Anar ötürməsi, divar ötürmələri, qısa ötürmələr, gözəl hərəkətlər Anar. Anar və əllə müdaxilə, yanılmıramsa. Cərmə zərbəsini Balxan komandası topu meydana daxil edəcək və təhlükəli nöqtədən cərmə zərbəsi sarı vərəqə təyin olunur. Nardaran təmsilçisi oyunçusu Həsənova. Təhlükəli nöqtədən cərmə zərbəsi. Oyunun baş hakimi canlı sətin təyin olunmuş məsafəyə çəkilməsini bildirir. Çəkilməli olduğunu bildirir. Balxan komandası cərmə zərbəsi yerinə yetirir. Bu ev tapşırığı idi, amma uğursuz alındı. Həmlə davam edəcək, məsafə biraz uzaq olsa da yan xəttdən. Anar, Elçin, Anar. Onlar bir-birdən yaxşı anlayır. Yaxşı başa düşür. Anar. Kün zərbəsi. Kün zərbəsi. Ötürməsi. Uğursuz alınır. İntiqam. Və cərmə zərbəsi. Cəld şəkildə cərmə zərbəsi yerinə yetirilir. Nardaran təmsilçisi Xəzər Nardaran komandasının cəhdi uğursuz. Həsən, Davud. Davud diagonal ötürmə. Yan xəttdən Xəzər komandası Nardaran təmsilçisi top meydana daxil edir. Həsən, Toxunuş, 50 müdaxiləsi və Hüseyin yan xəttdən top meydana daxil edəcək. Top Nardaran təmsilçisində Xəzər komandasında diagonal ötürmə intiqam istiqamətində. Top keçmədi. Anar. Reyd alınmadı yan xəttdən. Hüseyin. Cəhd uğursuz. Top Xəzər komandasında. Bitirmə isə Maliç istiqamətində uğursuz alınır. Birlik Liqası Ramanı Qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol yarışında 3-cü tur çərçivəsində Balaxanı və Xəzər Nardaran komandalarının görüşündə ilk hissədən sonra hesab 2-1 olaraq qalır, dəyişilməz. İkinci hissədən oyunumuz davam edir. Qapçı vuruşu ilə Kiper, Anarın ötürməsi Maliç istiqamətinə. Top Xəzər komandasından Nardaran təmsilçisi. Qol axtarışında hesab onlar qane etmir. Maliç irəliləyir. İntiqam istiqamətinə ötürmə. Zərbə. Top az fərqlə qapıdan yan keçir. Hesab bərabərləşdirmək olardı. Yeganə qolun müəllifi İntiqam özünün və komandasının ikinci qoluna çox yaxın oldu. Anar. Top Balxan komandasında. Anar. Elçin və sərt müdaxilə cərmə zərbəsi. Sağda bax, Balxan komandası cərmə zərbəsi yerinə yetirir. Həsən yoxsa Elçin. Canlı sərt təyin olmuş məsafəyə çəkilir. İkinci hissədir qardaşlar. Həsən ötürməsi, Maliçin müdaxiləsi və qapçıya qarşı. Qapçı cərmə meydançasında. Qapçıya qarşı sərt müdaxilə və sərbəst zərbə. Hüseyin topun arxasında Hüseyini görürük. Hüseyin diagonal ötürmə intiqam istiqamətində. Həsən qarşıladı. Maliç top uzaqlaşdırılır. Yan xəttdən Balxan komandası. Top meydana daxil edir. Anar istiqamətində ötürmə gözəl ram edir, amma
İstənilən halda ikinci zərbəsi ilə Balxan komandası. Elçin, Hüseyn zərbəsi və müdafiəçilərdən müdaxilə. Təkrar zərbə. Həsən. İstənilən zərbə alınmadı. Malik. Anardan diagonal ötürmə, Həsən qarşıladı. Anar ötürməsi, divar ötürmələri gözəl alınır top. İstənilən kimi ram etmək mümkün olmadı. Hüseyn zərbə cəhdi və Kiper Anardan yerində müdaxilə. Həsən top Balxan komandasında. Elçin zərbəsi. Mərdaran komandasında. Mərdaran təmsilçisi Xəzər Mərdaran komandasında ötürmə Davud. Top uzaqlaşdırılır. Gel. Müşterisi. Yan xəttdən Balxan komandası top meydana daxil edir. Həsən ötürməsi Elçin. İntiqam əşüzüm cəhdi. İntiqam baxımlı hərəkətlər. İntiqam ötürməsi. Hüseyndən yerində müdaxilə və mübarizə davam edir. Düz, Həsən, oyna. İntiqam ötürməsi Hüseyn. Qapı istiqamətinə zərbə isə qeydəyik. Hüseyn. Diagonal ötürmə, intiqam istiqamətinə Elçin. Anar. Mübarizə davam edir və cərimə zərbəsi. Təhlükəli nöqtədən Balxan komandası fərqi artırmaq olar. Yetərincə məsafə var, amma hesabı artırmaq üçün də yaxşı bir məsafə var. Ötürmə, qeyri dəqiq. Həsən. Zərbə. Hüseynin zərbəsi uğursuz alınır. Davud. Anar. Ötürmə. Sona qədər mübarizə Hüseyndən, amma yetərsiz. Balaxanı 2, Xəzər Nardaran 1, Anar. Balxan komandasının qol axtarışı Anar. Ötürmə, Hüseyn, Elçin, zərbə və kiperdən mükəmməl seyv. Fərq artırmaq olardı. Həsənovun diagonal ötürməsi. Həsən müdaxiləsi. Anar. Ötürməsi Hüseyn. Təkrar ötürmə, tərs toxunuş. Korner. Elçin zərbəsi isə qeyri-dəqiq. Bu bir ev tapşırığı. Gözəl yerinə yetirildi. Sonuncu isə zərbəsi qeyri-dəqiq. Anar. Hüseyn ötürməsi. Gözəl hərəkətlər və cərimə zərbəsi. Nardaran təmsilçisi cərimə zərbəsini yerinə yetirir. Vaxt azalır. Onlar tələsir. Yetərincə məsafə var qapı istiqamətinə. Birbaşa zərbə isə uğursuz alınır. Davud, Həsən. Akrobatik cəhd. Hüseyn, intiqamdan güclü pres və
cərimə zərbəsi. Oyunumuzda qısa fasilə yaranır. Birlik Liqası Romanı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol yarışında Xəzər və Romanı komandası üzr istəyirəm. Xəzər Nardaran və Balaxanı komandasının qarşılaşmasında Balaxanı 2, Xəzər Nardaran 1. İkinci hissədən sonra hesab belədir. Oyunda qısa fasilə yaranıb. Nümunəvi yaşlı qal. Oyunumuz bərpa olunur. Qısa fasilə başa çatır. Balaxanı 2, Xəzər Nardaran 1. Üçüncü tur çərçivəsində. Gəlmə, gəl bir dəqiqə. Başdan görüş. Çalışmadan vaxtım var demişəm. Cərimə zərbəsini Həsən yerinə yetirir. Sənin diagonal ötürmə, Malik tərs toxunuş. İkinci zərbəsi ilə Balaxanı komandası top meydana daxil edəcək. Hüseyin, Həsən istiqamətini ötürmə. Qeyri-dəqiq intiqam. İntiqam Həsənin qarşısında. Elçin, ötürmə vursuz. Və yan xəttdən Xəzər komandası, Nardaran təmsilçisi Xəzər Nardaran top meydana daxil edir. Top itkisi Hüseyin, ötürməsi Anar istiqamətinə uğursuz. Həsən, ötürmə Anar. Anar, Hüseyin, Anar. İçər həmlə hücum davam edir. Zərbə isə qeyri-dəqiq. Yan xəttdən Balaxanı komandası top meydana daxil edir. Davud diagonal ötürmə. Həsənov qarşıladı. Yan xəttdən təkrar. Həsən, Anar. Anar. Ötürməsi Hüseyin. Hüseyin. Və ona qarşı qayda pozuntusu. Cərimə zərbəsi yerinə yetirilir və qapçı vuruşu ilə. İntiqam, ötürmə uğursuz. Anar, ötürməsi Hüseyin. Ötürməsi uğursuz alınır və ehtiyatlı olmaq lazımdır. İnşallah ki bizə də olmaz. Hüseyin. Diagonal ötürmə və Davud. Hüseyin istiqamətinə ötürmə. İntiqam. Həsən. Anar. Zərbə isə və zərbə uğursuz alınır. Anar, Hüseyin. Diagonal ötürmə. Davud topu qarşıladı. Həsən. Elçin, Hüseyin. Həsən. İlklərdən sonra hesab dəyişməyib. Hələ ki 2-1. Həsənovun daxiləsi. Hüseyindən ötürmə istiqamətinə Anar. Zərbəsi və Hüseynovun müdaxiləsi. Və Hüseyin zərbəsi və gol! Amma top hərəkətdə olduğunu bildirir oyun başı hakimi. Baxın da, bax da vurun baxın. Baxanlar qalxsan olur. Həsən. Kaptan diyor oyna. Davud. Diagonal ötürmə. Həsən. Anar. Anar zərbəsi və gol!
Balaxanı 3, Xəzər Nardaran 1. Gərgin mübarizə sonunda. İkinci hissənin sonlarına yaxın Anarın zərbəsi və hesab 3-1. Balaxanı 3, Xəzər Nardaran 1. Balaxanı 3, Xəzər Nardaran 1. Hüseyin. Hüseyin irəlilər. Hüseyin ötürməsi Anar. Anar ötürməsi zərbə vuran tapılmadı. Həmlə davam edir. Və qapı zərbəsi ilə Anar, Malik. Anar. İntiqam. İntiqam. Ötürmə uğursuz Anar. Baxan komandasında Anar zərbəsi uğursuz. Daha doğrusu canı çatdım. Müdaxilə. Hüseyin. Hüseyin ötürməsi. Malik. Əksüzün cəhdi. İntiqam. İntiqam. Xəzər komandası cərimə zərbəsi yenir. İntiqam bir dəfə cərimə zərbəsindən mükəmməl qolla yadda qalıb. İkinci hissənin sonlarına yaxınlaşırıq. Komandası 2 top fərqi ilə geridə. Bəlkə fərqi yenidən azalmaq olar. İntiqam yoxsa Davud? Davud qapıda diqqətli. İntiqam bir dəfə fərqlənməyi bacarıb. İntiqam zərbə və Davud və dirək. Davudun ilk öncə toxunuşu, sonra isə dirək. Təkrar cəhdisə uğursuz. Hesab dəyişilməz olaraq qalır. Yan xəttdən Balxan komandası top meydana daxil edir. Həsən. Həsən, Hüseyin. Zərbəsi isə uğursuz alınır. Anar, Hüseyin. Rahim və gözəl çevrilir. Rahim ötürməsi. Müdafiəçilərdən müdaxilə. Malik. Balxan komandasının oyuncularından güclü təzyiq. Anar. Ötürməsi. Gözəl hərəkətlər. Kiperdən müdaxilə. Zərbə Anar. Yenə mükəmməl seyv. Qapıçı və müdafiəçilərin müdaxiləsi 4-cü qolu əngəllədi. Akrobatik cəhd isə istənilən kimi alınmadı. Kiperdən uzun ötürmə. İntiqam. Hüseyin. İntiqam. İntiqama qarşı müdaxilə. Davam etmək lazım Hüseyin. Anar. Zərbə və gol! Balaxanı 4, Xəzər Nardaran 1. Məncə bütün suallara aydınlıq gəlir. Anarın zərbəsi və hesab 4-1 olur. Mərkəz vuruşu ilə Nardaran təmsilçisi top meydana daxil edir. Balaxanı 4, Xəzər Nardaran 1. Malik, İntiqam. Malikdən gözəl qeyd izləyə bilərdik. Top meydana təsir. Həsən tələsmir. Yan xəttdən Balxan komandası top meydana daxil edir. Həsən diagonal ötürmə. Malik. Rahim. Hüseyin. Gözəl hərəkətlər. Hüseyin ötürməsi keçmədi. Anar. Yanılmıramsa 2 qolun müəllifi. Hüseyin. Malik. Anar. Görək nə edəcək. Anar. Taban ötürməsi keçmədi. Həsən zərbəsi və
Doktor yandan sıçradı. Son bir dəqiqə. Son bir dəqiqə. Rahim. Əşizim cəhdi. İntiqam. Malik zərbə cəhdi. Həsən qarşıladı. Və maç sona yetir. Balaxanı 4, Xəzər Nardaran 1. Az sonra növbəti oyunda yayımız davam edir. Vətən və Türkan komandasının görüşülə davam edəcək yayımımız.